gedəndən sonra yara yerimizi açacağıq. Duşa girə bilərsiniz. Bugün girmişsiniz duşa, yəni burada girmişsiniz, istəməlisiniz. Evdə girersiniz, heç nə olmaz. Evə getdiniz bugün, duşa girirsiniz. Duşdan çıxandan sonra yara yerimizi açacağıq. Yara yerimizi açıq, quru, təmiz qalacaq bundan sonra. Sadəcə bundan sonraki 10 gün müddətində duşa girmək istəyəndə yara yerinizi bantlayın. Duşdan çıxdınız, yara yerinizi açın. Su geçirməyən bant alacaqsınız yara üçün. Bir 3-4 dənə almanız bəs eləyər. Yəni çimməyə girdiniz, taxırsınız, çimməkdən çıxdınız, çıxarırsınız. Amma ilk dəfə açıq çimirəm. Yox, bağlı çimirsiniz, sonra açırsınız. 10 gün su dəyməsin də, yəni dediyim odur ki 10 gün su dəyməsin. Amma sadəcə hamama girəndə bantlı olur. Hamamdan çıxdınız, fisyonu çıxarıb atmanız lazım. Sonra gündə 2 dəfə betadindən yara yerinizi siləcəksiniz. Kaliçin rəngdə məhlul olur, ondan alarsınız, gündə 2 dəfə yaranızı siləcəksiniz. 15 gün, 20 gün sonra falan mənə kontrola gələ bilərsiniz. Gəncəyə də olasınız da siz. Mən iyunun 1-ci həftəsi falan Gəncəyə gələcəm yenə. Gələndə tez yazılarsınız.